Telefon, televizor, kompüter, tablet ekranları burada gördüğünüz şekilde 3 farklı renkli led lampalardan ibarət, piksellerden ibarətdir. Yadda saxlamaq üçün bayrağımızdakı renklərə uyğun göy, qırmızı, yaşıl bu şəkildə deyə bilərik. Deməli, bu 3 renk bir yerdə bir piksel əmələ gətirir. Qırmızı, yaşıl və göy. Bəzi mənbələrdə 6 renk, yəni 7 renk əvəzinə 6 renk göstərilir və bu göy dediyimiz renk mavi olaraq qeyd olunur. Bu lampaların hər üçü əgər ekranda işıqlanıbsa, biz ekranı bax bu şəkildə ağ görürük. Hər üç lampa söndüyü zaman artıq ekran qara şəkildə olacaq. Burada hər lampanın parlaqlığı 0-dan 255-ə qədər müxtəlif tonları var. Yalnız göy lampalar işıqlandığında ekran göy, yalnız yaşıllar işıqlandığı zaman ekran yaşıl və yalnız qırmızılar işıqlandığı zaman da ekran qırmızı görünmüş olur. Və bu renklərin hər birinin fərqli parlaqlıqları ilə ekranda müxtəlif renkləri almaq mümkün olur. Yəni ekranda müxtəlif renklər zamanı lampaların parlaqlığı müxtəlif şəkildə dəyişir. Bu eyni ilə kompüter ekranında da bu şəkildədir. Müxtəlif renkləri almaq üçün eyni ilə yenə 3 fərqli led lampadan ibarət piksellər şəklindədir və telefon ekranları da eyni ilə bax bu şəkildə 3 fərqli lampadan ibarətdir. Lampaların düzülüşü fərqli şəkildə ola bilər, ancaq yenə də 3 renk göy, qırmızı, yaşıl bax bu şəkildə olur.